Xoşbəxt övlad böyütməyin fəlsəfəsi kitabının 9-cu fəslində övladın intellektual inkişafının əsasları ilə bağlı bir fəsil var. Burada övlad böyütmək, onun intellektini inkişaf etdirməklə bağlı çox faydalı mövzular, çox faydalı faktlar var ki, düşünürəm ki, valideynlərə bu faydalı ola bilər, gərəkli ola bilər. Mən bu çıxışımda yalnız beynin müəyyən bir fantastik üstünlüyü ilə, fantastik bir gücü, potensialı ilə bağlı bir neçə kəlmə demək istəyərdim. Deməli, körpə dünyaya gəldikdə onun beyni hələ yumuşaq olur. 3-4 yaşına qədər bərkiməyə başlayır. Yəni, bu valideynlərin önündə çox böyük bir imkanlar açır. Deməli, körpə ilk 2 ildə, 3 ildə, 4 ildə valideynlərindən nə görürsə, nə eşidirsə onu özünküləşdirir. Yəni, bu 3 il, 4 il deməli, körpənin iç səsinin formalaşması, şuuraltının formalaşması baxımından çox önəmli illərdir və ona görə də valideynlər bu dövrlərdə çalışmalıdırlar ki, övladlarına daha çox pozitiv, daha çox gözəl davranışlar sərgiləsinlər. Beynin daha başqa bir üstünlüyü ondan ibarətdir. Körpə dünyaya gələndə körpənin beynində 154 milyard sinir hüceyrələri olur. Və bu sinir hüceyrələri, neyronlar hələ bir-birlərlə bağlanmış vəziyyətdə olmur. Valideynlərin övladlarının daha çox söhbət içində olması, üz-üzə, göz-gözə söhbət eləməsi, daha çox münasibətdə, ünsiyyətdə olması, onların beynində milyardlarla sinir əlaqələri, neyron əlaqələri yaranmasına dəstək ola bilər ki, bu da irəliyə doğru körpə övladımızın düşünmə bacarığını inkişaf etdirər. Belə bir faktı nəzərinə çatdırmaq istəyərdim ki, Yapon diplomatlarından biri öz xatirələrində söyləyir ki, deməli, mən 50 yaşımdan sonra bir dəfə işimlə əlaqədar Çinə getmişdim. Çin diplomatlarla söhbət əsnasında təbii ki, onlarla ingilis dilində danışırdıq. Yəni, birdən onlarla başladım özümdən asılı olmayaraq Çin dilində danışmağa. Bu məni çox təəccübləndirdi və araşdırdıqda məlum oldu ki, mən 3 yaşıma qədər Çində olmuşam. Kiçik yaş dövrüm Çində keçib və həm yaşıtlarımla orada oynamışam və Çin dilini öyrənmişəm orada. Və sonra həm unutmuşam, həm Çin dilini bildiyimi də unutmuşam. 50 ildən sonra təsadüfi bir şəraitdə mən Çin dilini bildiyim üzrə çıxıb, mən çox rahatlıqla Çin dilində danışmağa başlamışam. Yəni, bu beynin möcüzəsidir, beynin sonsuz bitməz potensialıdır ki, valideynlərə yaradan böyük bir şans verir mənim fikrimcə. Ona görə də valideynlər bu şansdan istifadə eləməlidirlər. İntellektual inkişafla bağlı daha geniş məlumatı Xoşbəxt övlad böyütməyin fəlsəfəsi kitabından əldə edə bilərsiniz.